Balların hesablaması. Fabele şirkətində məhsullar iki hissəyə bölünür. Kosmetika və parfümeriya, ev təmizlik vasitələri, aksesuarlar, geyim və məişət məhsulları. Əgər bizim sifariş verdiyimiz məhsul kosmetika və parfümeriyadan ibarətdirsə, onda bizim 1 balımız bərabərdir 1 manat 65 azayına. Yox, əgər ev təmizlik vasitələri, aksesuar və geyim məişət məhsullarından ibarətdirsə, onda bizim 1 balımız bərabərdir 3 manat 33 azayına. Bu zaman biz görürük ki, 100 ballıq məhsula görə biz nə qədər pul ödəyirik. 50 ballıq məhsula görə nə qədər pul ödəyirik. Əlbəttə ki, aldığımız məhsullar bizim qarışıq olduğundan bizim ödəyəcəyimiz məbləğ də dəyişmiş olur. 100 ballıq məhsula görə 165 manatdan 220 manat arası ödəyirik. 50 ballıq məhsula görə isə 85 manatdan 110 manat arası pul ödəyirik.